İndi burada bir sual yaranır. Allah Subhanahu ve Teala El-Hey adı var, diri. Ve El-Hayat Allah Subhanahu ve Teala'nın sıfatıdır. Bəs necə olur ki, bu insanlar Allahın əli haqqında olan nassı oxuduqda biz bundan başqa bir əl bilmirik deyirlər, amma Allahın həyatı haqqında olan nasları oxuduqda biz məxluqatın həyatından başqa bir həyat anlamırıq demirlər. Xaliqin həyatı var, Xaliq diridir, həyat Xaliqin sifətidir və Xaliqin həyatı məxluqatın həyatı kimi deyildir deyirlər. Necə olur bəs Allahın əli haqqında olan naslarda isə deyirsən ki, əgər əl desəm ki, Allahın əli var, mən bu əldən başqa bir şey tanımıram. Bəs necə olur? Allahın həyatı var deyirsən, amma demirsən ki, mən bu həyatdan başqa bir həyat tanımıram. İnsan idrakının, insan ağlının, əqlinin bildiyi həyat məxluqatın həyatıdır. Biz başqa bir həyat tanımırıq. Biz başqa bir həyat bilmirik. Lakin Allahı da həyatla vəsf etdikdə nə deyirik? Deyirik ki, Allahın həyatı özünə uyğundur, özünə layiqdir, məxluqatın həyatına sahib deyildir. Biz deyirik ki, bunlar uca Allahın sifətləri mövzusunda, bir neçə sifətləri mövzusunda eynən Cəhmi və Mu'təzillərin yolunu tutublar. Baxın, qardaşlar, bunun izahı necədir? Mu'təzillər Allah Subhanahu və Teala'nın sifətlərini inkar edib, isimlərini ispat edirlər. Mu'təzillər deyirlər ki, uca Allah, El-Hey, diri adı var. Amma həyat deyə Allahın bir sifəti yoxdur. Niyə? Onlar deyirlər ki, çünki həyat sifəti baş verməsi üçün, həyatın həyata keçməsi üçün, belə deyək, cisim lazımdır. O sifət həyata keçməsi üçün cisim lazımdır. Cisim olmalıdır ki, həyat onun üzərində baş versin. Ona görə Mu'təzillər deyir ki, biz desək ki, Allah həyat sifəti var, diridir, həqiqi mənada, biz Allaha cisimləşdirmiş olarıq. Çünki həyatın baş verməsi üçün cismə ehtiyacı var. Həyat özü-özlüyündə həyata keçən, baş verən bir məfhum deyil. Gələk bir cisim olmalıdır ki, onun üzərində olsun və həyata keçsin, baş versin. Deyirlər ki, Mu'təzillər, biz desək ki, Allah diridir, Allaha cisimləşdirmiş olarıq. Və Əşarilərə, Mu'təzillər deyirlər ki, əgər siz deyirsiniz ki, Allah diridir, o zaman siz mücəssiməsiniz, Allaha cisimləşdirmişsiniz. Əşarilər rəddi olaraq Mu'təzillərə deyirlər ki, xeyr, Allahın həyatı məxluqatın həyatı kimi deyildir. Allahın özünə layiq həyatı var, misli olmayan həyatı var, insanın isə özünə layiq olan həyatı var, Allahın həyatı məxluqun həyatına bənzəmir. Həyatı ispat etməkdə və Mu'təzillər rəddiyə verməkdə sələfin metoduna uydular. Lakin gəl baxaq, əl, üz, göz, istiva, nuzul, fərəhlənmək, gülmək, qəzəblənmək, intiqam alma, razı qalmaq, rəhmət. Bu kimi vəsflərdə isə, sifətlərdə isə, bunlara imanda isə kimin qaidələrini tətbiq etdilər? Eynən Mu'təzillərin qaidəsini. Bax, biraz öncə burada gördüyünüz bu müfti, bu mötəbər alim kəlam əhlinin nəzdində nə deyir? Dedi ki, əgər mən desəm ki, Allah Subhanahu və Teala'nın əli var, mən bu əldən başqa bir əl tanımıram. Yəni, Allahın əli var desəm, Allahın məxluqata oxşatmış olaram, cisimə oxşatmış olaram. Məgər bu, Cəhmi və Mu'təzillərin digər sifətlər haqqında, bütün o sifətlər haqqında tətbiq etdiyi qayda deyil ki, eyni qaydadır.